Sülh gündəliyinə dair məsələlər Ermənistanın daxili siyasi düzəninə də təsirsiz ötüşmür. Ermənistan yeni konstitusiya layihəsi üzərində qapalı şəkildə iş aparır. Yerli mətbuatda yayılan məlumata görə sənəd 2026-cı ildə keçiriləcək referendumda parlament seçkiləri ilə eyni gündə səs verməyə çıxarıla bilər. Rəsmi İrəvan bu dəyişikliyin xarici təzyiqlərlə bağlı olmadığını bildirsə də, siyasi müşahidəçilər onu Azərbaycanla sülh prosesinin tərkib hissəsi kimi qiymətləndirir. Yeni konstitusiya təşəbbüsü həm də ölkə daxilindəki güc mərkəzləri arasındakı balansın dəyişdirilməsi cəhdi kimi şərh olunur. Nikol Paşinyan hökuməti qapalı şəraitdə konstitusiya dəyişikliyi layihəsinin hazırlanması ilə məşğul olan qrup yaradıb. Bu iddia Ermənistanın PAS nəşrində dərc olunan məqalədə qeyd olunub. Nəşrin iddiasına görə konstitusiya dəyişikliyinə dair referendum 2026-cı ilin iyununda parlament seçkiləri ilə eyni gündə keçiriləcək. Rəsmilər yeni konstitusiyanın həmin vaxta qədər hazır olacağını istisna etmirlər. Dəyişdirilməli olan konstitusiyada qonşu dövlətlərə qarşı ərazi iddiaları yer almamalıdır. Hesab edirəm ki, yaxın vaxtlarda bununla bağlı xalqa müraciət edilməlidir. Bu konstitusiya elə olmalıdır ki, onu xalq özü qəbul etsin. Azərbaycan tərəfi də, Paşinyanın özü də bunu real görür. Referendum keçirilməlidir və bu məsələni xalq özü həll etməlidir. Paşinyan referendum vasitəsilə məsələnin həllini istəyir. 2026-cı ildə parlament seçkiləri olacaq. Məncə referendumda həmin il keçiriləcək və müsbət nəticə əldə ediləcək. Nəşr həmçinin yazır ki, hakimiyyət ictimaiyyəti konstitusiyaya düzəlişlərin xarici amillə bağlı olmadığına inandırmağa çalışır. Lakin fakt budur ki, Ermənistan konstitusiyası məhz Azərbaycanın tələbi ilə dəyişdirilir. Paşinyan da vəkillərinə yeni layihədən müstəqillik bəyannaməsinin tamamilə çıxarılması, eləcə də sülh sazişinin imzalanmasına xələl gətirməyəcək bir ifadənin daxil edilməsi barədə göstəriş verib. O dövrdə referendum vasitəsilə bizim haqlı tələblərimiz də reallaşa bilər. Və bu baxımdan elə hesab edirəm ki, Paşinyanın artıq hücum taktikası öz bəhrəsini verir və kilsəni bu istiqamətdə, yəni revanşistlərə dəstək verib, Paşinyanın siyasi hakimiyyətinə müqavimət göstərmək, belə deyək, nəinki ideyalarını, hətta cəhdlərindən artıq məhrum etmək kimi görünür. Qeyd edək ki, bir neçə həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinə yeni konstitusiyanın gərəkli olduğunu deyib. Mütəmadi olaraq Ermənistan hökumətinin üzvləri də növbəti il yeni konstitusiya mətninin ictimaiyyətə təqdim ediləcəyini bildirirlər. Ekspertlər bunları Paşinyan hökumətinin həm Azərbaycanla sülh sazişi imzalamaq, həm də Ermənistanda kilsə ilə diaspora mövqelərini zəiflətmək niyyətində olması ilə əlaqələndirirlər.